Hello, bugün keşfetimdən çıxmayan qızardılmış xırt-xırt qardalı salat eləyəcəm. Düzü çox ümidlərim yoxdur, amma sınayaq görək necə olacaq. İngredientlər çox sadədir. Xiyar, pomidor, biraz göyərti, kahı, ən əsası qarğıdalı. Buna biraz zeytin yağı qatacağam. Qoyacağam sobaya qızarsın. Sonra mayonez də qatacağım salatın içinə. Qarışıq hamısını birləşdirib bir salat eləməliyəm. Qardalıları yağlı kağızın üstünə qoydum. Üzərinə biraz sarı köy, biraz istiot, biraz da duz qatacağam. Salatı doğradım. Kahını, pomidor, xiyarı uzun-uzun doğradım. İndi keçə sosunun hazırlanmasına göyərtilər doğradım bura. 2 diş sarımsaq əzəcəm. 2-3 qaşıq qatıq qatmalıyam. Bir də mayonez, duz istiyor öz yerində. Qardalılarımız da bişdi, artıq hazırdır. İndi üçünü də birləşdirəcəm. Çox dadlı görünür. İnşallah dadlı da görüntüsü gedər. Qəşəng olar. Görək qaynanam bəyənəcək ya yox. Yenə deyək qayıtın, gətirinci mən arxadasan. Yedik olmasın deyə üzərinə toyuq qızartması qoymuşam. Ay qurutdu səni ver, xəbəri yoxdur. Qurumarsan maşallah. Qurumağım var. İradə bir dad var burada. Sousunda. Qardalı hara salat hara, qarğıdanı qaynatacaq qobra ye. Sosun içine nəysə vurmuşsan, ədviyyatda mı nədirsə bir qəşəng tamı var. O üzərindən neçə verəsən? Bunun üzərindən 9. 9 hətta. Hətta. Qardalı biraz mənasız olub belə bir içində. Mən də xoşuma gəlmədi. Dişimin arasına girdi. Amma ümumi sosu o qədər dadlıdır ki, sosu çox dadlıdır. Həqiqətən sosu dadlıdır. Reseptini də mütləq aşağıda paylaşacağam. Hə, sosu dadlıdır qızım. İndi bunun hamısı mən aşırsan. Hə, bu olsun.